Qəbula hər il fotoeffekt mövzusundan bir sual düşür. Gəlin bu tipli sualların həllinə baxaq. Deyir ki, fotocəryan şiddətinin katodla anod arasındakı gərginlikdən asılılıq qrafiki verilib. Metalın səthinə düşən fotonun dalğa uzunluğu 400 nanometr olduğuna görə elektronların çıxış işinin neçə elektron volt olduğunu hesablayın. Biz bilirik ki, fotoeffektin tənliyi var, Einstein tənliyi, H-növ, yəni fotonun enerjisi bərabərdir A çıxış işi üstə gəlinsin Y kinetik. Buradan gəlin birinci çıxış işini tapaq. Baxın, aşağıdan yazıram. Buranı silək. Bircə dəqiqə. Aşağıdan yazıram. Dedik ki, H-növ bərabərdir A çıxışı üstə gəlinsin Y kinetik enerji. Buradan təyin eləsəm mən H-növümüzü tapa bilərik, elə deyil. Yəni fotonun enerjisidir də H-növ. Bunun H-növ bərabərdir nünün yerinə S bölək lambda qoya bilərik. Olacaq onda HC bölünsün lambda. Bu da H-ımızın qiyməti var. H bilirik Planck sabitidir. 6,4 vurulsun 10 üstü mənfi 34. Vurulsun 3 vur 10 üstü 8 bölünsün. Lambdamız nə qədərdir? 400 nanometr. 400-də nanometr 10 üstü mənfi 9-dur. 4-ün də 10 üstü 2-si var. 14 vur 10 üstü 2 vur 10 üstü mənfi 9 yazanda 4 vur 10 üstü mənfi 7 olur. Buradan baxın, bunları ixtisar aparsaq 1,6 qalır. Buradan 3 vurulsun 1,6, 4,8, 4,8 vurulsun 10 üstü mənfi 19 eləyəcək. Volt, yəni buradan joule-la tapmış oluruq biz. Elektron voltla tapsaq əgər, çünki bizim işimizi elektron voltla istəyir. O da 1 elektron volt 1,6 vurulsun 10 üstü mənfi 19-dur da bilirik. 4,8-i 1,6-ya vuranda 3 eləyir. Deməli bizim fotonumuzun enerjisi 3-dür. Buradan baxsaq, baxın, burada bilirik ki, bu nəyin qiymətidir? U saxlayıcı gərginliyin qiymətidir. U saxlayıcı gərginliyimiz də bizim, buradan yazsaq, bildik ki, deməli, U saxlayıcı gərginliyimiz vurulsun Y bərabərdir kinetik enerjiyə. Saxlayıcı gərginliyimizin qiyməti nə qədərdir? 2-dir. Deməli, bizim kinetik enerjimiz bərabər olacaq 2 elektron volta. Kinetik enerjimiz 2 elektron voltdur. Fotonumuzun enerjisi 3 elektron voltdur. Onda A çıxış işimizə nə qədər qalır? Yəni, baxın, yerinə qoyuram burada. Burada yerinə qoyuram. Fotonumuzun enerjisini 3 tapmışdıq. 3 bərabərdir. 2 üstə gəlinsin A çıxışı. Onda bizim A çıxış işimiz bərabər olur nəyə? 1-ə. Cavabımız olacaq 1. A variantı.